Narsist insan özünü hamıdan üstün bilir, həmişə haqlı sayır. Siz ona hansısa səhvini desəniz, elə reaksiya verəcək ki, sanki siz onu söymüsünüz və böyük ehtimalla siz dediyinizə peşman olacaqsınız. Narsist deyir ki, ancaq mən deyən olmalıdır. Sənin nə istədiyin, sənin nə hiss etdiyin, sənin nə düşündüyün onu əsla maraqlandırmır. Həmişə öz çıxarlarını düşünür və empatiya qura bilmir. Yalan danışa bilər, şər ata bilər, səni hirsləndirə bilər ki, ağır bir söz deyəsən, sonra o sözdən sənə qarşı istifadə eləsin. Narsist sözünün mənası özünə heyran olmaqdır. O istəyir ki, həmişə diqqət mərkəzində olsun. Hamı ondan danışsın, hamı ancaq onu tərifləsin. O, bəzi yerlərdə öz hisslərini gizlədə bilər. Ancaq kiminsə uğuru haqqında danışsan, kimisə tərifləsən onun yanında, ən azından üz cizgiləri ilə hiss etdiklərini bildirəcək. Narsist özgələrə qarşı o qədər istiqanlı, mehriban, bəzən hətta fədakar davrana bilər. Amma öz sevdiklərinə, öz doğmalarına o qədər qəddar davrana bilər ki, təxmin belə edə bilməzsiniz. Narsistə ən yaxşı cavab budur ki, onunla mübahisə etməyəsən. Çünki onunla mübahisə etsən, nəinki xeyri olmayacaq, çox güman ki, zərər görəcəksən, əziyyət çəkəcəksən. Narsistin elədiyini günlərin bir günü əgər narsistə eləsələr, dünya dağılar. Ona olar, sənə olmaz. Narsistdə həqarət kompleksi var. O, az qala hər şeyi özünə qarşı təhdid və təhqir hesab edir.